Dostlar, inanın mən şokdayam. Bugün mən demək olar ki, bu səhər istədim yanvarın 1-də dedim, hə yox cavabına baxım da qıssa. 2 dəfə çəkiliş elədib sildim. Niyə? Hər dəfə də yox cavabı çıxdı. 3 variantadır, üçünə də. Başqa çəkilişlər elədim. İndi görəcəksiniz səhifəmdə. 3-cü açımımdır bugün. Yəni də 3-cü ayrı sualını açmaq istədim. 3-cüdə də dedim, hə yoxa bu dəfə baxım. Birinci, ikincidə alınmadı. İnanın, indi yenə bir çəkiliş elədim bu hə yox cavabını. Yenə alınmadı. Siz inana bilmərsiniz, bu niyə bu kartları hə yox cavabını istəmirəm açım edim. Gəlin hə yox deməyim, niyyətinizə niyyətlə açaq. Niyyət açımı edim. Belə deyim bunda. Hə yox olmasın. Niyyət açımı eləyirəm sizə. 3 variant qoyacağım. Niyyət açımı. Mən əminəm ki, hamınız arzularınıza çatacaqsınız. Və buna əminəm. Siz də bilin bunu çatacaqsınız deyə. Və buna baxmayaraq, maraq üçün gəlin baxın, kartlar sizə nə göstərəcək. Niyyət açımı eləyəcəm bugün sizə. 1, 2, 3. Niyyət açımı eləyirəm dostlar. Birinci variant, ikinci variant, üçüncü variant. Və mən birinci variantdan başlayıram. Niyyət açımı bir dəqiqə. Baxın. Görürsünüz. Göstərirəm sizə kartları. Bu bilirsiniz. Taro ilə maraqlananlar bilirlər. Bu rakdır, şutdur. Yəni, bilməm, Azərbaycan dilində necə deyim. Yəni, bu insan, deyək ki, baxın, uçuruma baba bir ayağını qaldırıbdır. Ayağını qoyan kimi hələ düşür uçuruma. Bu bir neçə məna verir bu kart. Bunu məsləhət üçün çıxartmışam ikinci kartı. Amma bu kartdır, niyyət açımı. Bu nə deyir? Bəzən lazım gələrsə bəziləriniz. Risk eləyin. Addım atın. Başa düşürsünüz? Risk eləyin. Nəyisə düşünərsinizsə, təhlükəni, nə bilmək, yerinizə adımlayacaqsınız. Bəzilərinizə bu belədir. Bəzilərinizə götür-qoy eləyərək, düşünərək, özünüzü tarazlıqda saxlayaraq qərar verin, addım atın deyir. Daha çox mən belə görürəm ki, burada düşünməmiş addımlar atmayın demək istəyir sizə kartlar. Şaşırsınız, niyyət kartı. Və yaxud da burada bəziləriniz niyyətinizə çatmaq üçün, niyyətinizə çatmaq üçün risk eləməlidir. Risk eləməlidir, təhlükə olsa belə. Bəziləriniz isə niyyətinizə çatmaq üçün nə eləməlidir? Götür-qoylar eləyərək, intuisiyanıza qulaq asaraq hisslərinizə addım atmalısınız. Amma hər bir halda addım atın, niyyətinizə çatın. Belə deyim də, addım atılmalıdır burada seramda. Amma düşünülərək atın addımı, yaxşı? Niyyətinizə də ki, mən burada görürəm, çatarsınız. Çünki başlanğıcdasınız. Ola bilər bəziləriniz nəyizə başlamaq istəyirsiniz. Yeni həyata başlanğıcdasınız bir çoxunuz da gənc insanlar bura baxın. Çoxunuz gəncdir və yaxud da orta yaşlar da ola bilər, yaşlar da ola bilər. Nəyinsə başlanğıcıdır. Nəyizə başlamalısınız. Və mən əminəm ki, addımınızı atmışsınız, başlayırsınız. Yeni bir həyata başlayırsınız dostlar. Və inşallah uğurlu olacaq. Böyük arkan gəlibdir, mələk gəlibdir. Qorucu mələyiniz də var, əminəm. İnşallah niyyətinizə çatarsınız. Addım atın da, addım atın. Planlar cızılıb, addım atmaq qalıbdır. Çox ağıllı insanlardır, çox spirit tanır. Buradakı kartlara görə deyirəm dostlar. Arzunuza mütləq çatacaqsınız. Mütləq çatasınız. Birinci variant mütləq çatasınız. Addım atın, qorxmayın. İkinci variant. Burada niyyətinizə çatırsınız. Mütləq yollarınız açıqdır. Yollarınız açıqdır. Niyyətinizə də çatarsınız. Mütləq narahat olmayın. Sadəcə burada məsləhət olaraq kart nə göstərir burada?
Görürsünüzmü? Diyavol çıxıbdı. Bu diyavol. İblisdir bu. İblisin qabağında yox, qadına kişi oynayır. Nə deməkdir bu? Bu da biraz keçmişə bağlı qalırsınız siz. Keçmişdən lazımsız bir münasibət var. Bir çoxunuzun həyatınızda. Lazımsız bağlılıq var. O bağlılıqlardan qurtarın. Niyyətinizə çatarsınız. Amma keçmişə bağlı qalmaq, kimsə lazımsız bir münasibətlərdən uzaq durmaq və yaxud da vərdişlər də ola bilər. Lazımsız vərdişdir. Onu biraz dəyişməyə çalışın, yaxşı? Üçüncü variant. Mütləq arzunuza çatırsınız, niyyətinizə çatırsınız. Çox ağıllısınız, çox müdriksiz görürəm, çox. Burada danışıqlar, telefon danışıqlar zaten görürəm. Bir çox şeyləri eləmisiniz əldə. Çox az qalıbdır. Yəni, çox az qalıbdır. Niyyətinizə çatarsınız. Mütləq dostlar. Və bir çoxunuzda da ailə həyatı görürəm. Yaxşı. Yəni, evlilikdə görürəm bəzilərinizdə. Bax, belə dostlar, bu qədər. Ola bilsin, yerinə çəkilişlər elədim. İzləyin, abunə olun, klass verin ki, yəni, mən də maraqla sizə çəkilişlər edim dostlar. Və əlaqə nömrəmi yazacağım WhatsApp-da. Baxdırmaq istəsəz, şəxsi baxın, şəxsi açın. Videoların altda nömrəmi qeyd edirəm, əlaqə saxlayıb. Maraqlıdırsa əlbəttə ki, baxdıra bilərsiniz. Bu qədər. Çox sağ olun.